Salam, hörmətli izləyicilər. Mən Ülfət müəllim yenə də maraqlı bir sualla qarşınızdayım. Bizim bugünkü sualımız zər məsələlərinə aiddir. Demək ki, iki zəri bir dəfə atdıqda üstə düşən xalların cəminin 7 olması hadisəsinin ehtimalını tapın. Ümumilikdə bu tip məsələlərin həllində çətinlik çəkirsinizsə, bioda YouTube kanalına linkini yerləşdirmişəm və kanalımda bu mövzuya aid olaraq zər məsələləri başlıqlı videoya baxıb bu tip məsələlərin həllini rahat bir şəkildə öyrənə bilərsiniz. İndi isə keçək məsələnin izahına. 2 zəri bir dəfə atanda bütün mümkün halların sayı 6 üstü 2-yə bərabərdir ki, buna deyirik ki, 36 bütün mümkün hallar var. Yəni, bütün halların sayı. Halların cəminin 7 olması üçün zərin hansı üzlər üstə düşə bilər? Ola bilər ki, zərin 1-600 üstə düşsün. Ondan sonra 6-100 üstə düşsün. Ola bilər zərin 2-500 üstə düşsün, sonra 5-200 üstə düşsün. Sonra ola bilər 3-4 üstə düşsün və yaxud da 4-3 üstə düşsün. Bundan başqa əlverişli hallar varmı? Mənim ağlıma gəlmədi. Yəqin ki, sizin də ağlınıza gəlməz. Çünki cəmi olanlar yalnız 7 bunlara bərabərdir. O halda bizim bütün mümkün halların sayı 36 idi. Əlverişli halların sayı isə 1, 2, 3, 4, 5, 6. Yazıq sürəti 6. Bu da o deməkdir ki, zərin, deməli, üstə düşən hallarının cəminin 7 olması hadisəsinin ehtimalı 6-da 1-ə nədir? Bərabərdir. Biz onu bilməliyik ki, əlverişli halların sayı həmişə bütün mümkün halların sayına bölünür. Və alınan cavab hadisənin ehtimalını bizə verməkdədir. Video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avamlı olsun. Hələlik.